Deməli burada modul x-in əvəzinə yaza bilərəm ki, kök altında x-in elə mörtəzə kvadrat. Və bunları bir kök altda yazmaq olar. Yəni yazmaq olar ki, kök altında limit x yaxınlaşır 0-a 1 çıxılsın kosinus 4x bölünsün x-in kvadratı. Bu da bərabərdir. Diqqət etirin. X-i yenə 0 yazsa, məxrəc olacaq 0. Kosinus 4 vurulsun 0. Yəni kosinus 0-da 1-ə bərabərdir. 1 çıx 1 0. Sürət oldu 0, məxrəc oldu 0. 0 böl 0 qeyri-müəyyəni aradan qaldırmaq üçün hər tərəfdən törəmə alsam. Nə olacaq o zaman? Yenidən qeyd edirəm kök altında. Limit x yaxınlaşır 0-a. X kvadratının törəməsi olacaq 2x. Burada sabitin törəməsi 0 qeyd etmirəm. Mənfi kosinus 4x-in törəməsi. Kosinusun törəməsi mənfi. 1 mənfi də qarşıda olacaq müsbət. Sinus 4x. Bir də vurulsun 4x-in törəməsi, yəni 4. Bu da yenidən bərabərdir. Yəni limit x yaxınlaşır 0-a. Sinus ax bölünsün bx bərabərdir. A bölünsün b. O zaman bu düsturu tətbiq etsək, yazmaq olar ki, kök altında 4 sabitdir. Limit işarəsindən xarici çıxartmaq olar. 4 vurulsun. Gerisinə düstur tətbiq etsək, yəni yazmalıyıq nə? A bölünsün b. Yəni 4 bölünsün, qeyd edirəm 2. Bu da bərabərdir. 2 ilə 4 get 2. Qaldı nə? 2 vur 4, yəni kök altda 8. O da 2 kök altda 2 deməkdir. Düzgün cavab C variantı.